Uca Allah onun barəsində Quran-Kərimdə buyurur ki, onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə onlar barmaqlarını qulaqlarına salıb, paltarlarına bürünüb küfürlərində israr edir və təkəbbürlənirdilər. Sonra mən onları açıq-aydın təzədən yenidən dəvət etdim. Sonra mən onları açıq-aşkar dəvət etdim, gizlində də dəvət etdim. Dedim ki, onlara Rəbbinizdən bağışlanma diləyin. O həqiqətən bağışlayandır. O cür inatkarlıq, təkəbbürlülük ediblər, üz döndəriblər. Deyib ki, Rəbbiniz mərhəmətlidir, bağışlayandır. Ondan bağışlanma diləyin. Görün nə tərzdə, nə üslubda, gizlidə, aşkarda, usanmadan, yorulmadan, uzun müddətli, bizim ağlımıza sığmayacaq dərəcədə uzun müddətli dəvət edir. Amma onlar inatkarlıq etmələrinə baxmayaraq yenə də onları haqq yola dəvət edir. Allahın bağışlayan olmağın, rəhimli və rəhmətli olduğunu onlara yadda salır. Yəni dəvətin hər bir yolunu onların üzərində tətbiq edir, onları Allaha dəvət edir, usanmır. Başqa ayədə Uca Allah buyurur ki, sənin üzərinə düşən yalnız çatdırmaqdır, təbliğ etməkdir, dini dəvət etməkdir.